Berkalada Azavya Azakaya Jinilum Azarizatoridir. Adadişedidir. Siz iddialı açıqlamalar da verib. 0-3 hesabı ilə udursaq da qarşıda hələ ikinci oyun var. Futbolçulara inanırıq. Biz Barcelona ilə oynasaq da qələbi oynayacağıq. Şəxsən mən Neftçiyə gəlmişəm ad qazanmağa, Neftçi dünyası qazanmağa. Neftçiyə mən gəlib pul qazanmağa gəlməmişəm. Ona görə də məsuliyyətin nə olduğunu yaxşı dərk edirəm. Neftçinin futbolçuları ağır məğlubiyyətə baxmayaraq ümidini itirmir. Cavid Hüseynov cavab oyununda azarkeşləri onlara dəstək olmaq çağırıb. Biz heç də ümidimizi itirməmişik, yəni qarşıda öz meydan. Azızı futbol bakayım. Güzel. 150 idmançı medallar uğrunda mübarizə aparıb. Bugünkü ilə çox çətin bizə, çünki gələn qonaqlarla, onların nazı ilə oynamaq, eyni zamanda onların hansısa bir kaprizlərinə cavab vermək çox çətindir. Sadəcə biz çalışırıq ki, bunu layiqincə yerinə yetirmək və Azərbaycanı layiqincə təmsil edə bilək ki, bizdən ayrılanda onların bizə qarşı gözəl təəssüratları olsun. Azərbaycan millisi yarışda 24 nəfərlə təmsil olunub. Dünya çempionatında yığmamızın çıxışı uğurlu alınıb. Azərbaycan 4 qızıl, 3 Azatçıda da sete de yiyor. Azatçının ne var?